Əl-Ələq, Laxtalanmış qan surəsi. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. İqra bismi rabbikəl-ləzi xaləqə xaləqəl insənə min aləq. Yaradan Rəbbinin adı ilə oxu. O, insanı qan laxtasından yaratdı. İqra və rabbukəl-əkramul-ləzi alləmə bil-qələmi alləməl insənə mə ləm ya'ləm. Oxu, sənin Rəbbin müqayisəsiz səxavətə malikdir. O, qələmlə yazmağı öyrətdi, insana bilmədiklərini öyrətdi. Kəllə innəl insənə ləyatğa ər-rəəhu istəğnə. Xeyr, insan doğrudan da həddini aşır. Özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. İnnə ilə rabbikər-ruc'a. Axı son dönüşün Rəbbinədir. Ərəəytəl-ləzi yənhə abdən idə sallə. Gördünmü o kəsi ki, mane olur bir bəndiyə namaz qıldığı zaman? Ərəəytə in kənə aləl-hudə əv əmərə bit-təqvə. Söylə görək, əgər o bəndə doğru yoldadırsa, yaxud Allahdan qorxmağı əmr edirsə, Ərəəytə in kəzzəbə və təvəllə ələm ya'ləm biənnəlləhə yərə. onda necə olsun? Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun? Məyər o bilmir ki, Allah görür? Kəllə ləin ləm yəntəhi lənəsfəən bin-nəsiyə. Xeyr, əgər yaramaz əməlinə son qoymasa, biz onun kəkilindən tutacağıq. Nəsiyyətin kəzibətin xatiə. Yalançı, günahkar kəkilindən. Fəlyəd'u nədiyəhu sənəd'u-z-zəbaniyə. Qoy öz yığınağını çağırsın. Biz də əzab mələklərini çağıracağıq. Kəllə lə tuti'hu vəscud vəqtərib. Xeyr, sən ona qulaq asma. Səcdə qıl və Allaha yaxınlaş.